İzləyici soruşur, babaslı evdə necə sağalda bilərəm? Süd vannası ilə babasıla son qoya bilərsiniz. Əgər sizin də babasıl xəstəliyiniz varsa, babasıl ağrılarınız olursa, mənə diqqətlə qulaq asın. Çünki indi deyəcəyim sadə vanna üsulu ilə babasıla tamamilə son qoyasınız. Necə? Bir dənə ekrandakı ağ ürəyə toxunun, qırmızı olsun. Profilin üzərindəki pil tuşu arasına toxunun, o işarə oradan içsin və mənə diqqətlə qulaq asın. Deməli, götürürsünüz 1 litr südü, qoyursunuz qaynamağa. İçine bir sıxma soğan qabığı atıp 5 dəqiqə qaynadırsınız. Sonra o ilıq olandan sonra 20 dəqiqə oturursunuz həmin vannanın içində. Bəlkə də sizə gülməli gələ bilər, amma xalq təbabətində babasıyla son qoyan vanna kimi tanınır. Doğrudan da babasız qanaxmalarına, babasız ağrılarına tamamilə son qoyur. Bu videonu hər kəslə paylaş və babasının varsa mütləq bu vanna terapiya üsulundan istifadə elə. Ən əsası məni takip elə ki, sağlamlığının qeydinə qalan Əzzaçın Baloğlanla hər zaman sağlam qala biləsən.